Deməli bu arı mənim keçərək etdiyim bölmələrdən biridir. Bu il çox gözəl inkişaf eləməyə başlamışdı. İlin əvvəlində, sezon əvvəlində. Hətta o dərəcədə ki, mart ayında 25-də mən bu arıya qat atmışdım. Sonra bu arı çox inkişaf elədi, beçəyə meyilləndi, beçədən saxlaya bilmədim. Ən sonuncu dəfə 8 dənə qapalı yumurtası olan çərçivəsini götürüb 2025-ci ilin maylanmış anasına verdim. Başqa koloniyaya ki, bəlkə beçə fikrindən əl çəkər. Mən də gözləyirdim, düşünürdüm ki, artıq beçə fikrindən əl çəkəcək, hər şey yoluna düşəcək. Amma arı durdu, birdən-birə beçə verdi. Və elə bir vəziyyətdə beçə verdi ki, koloniyada bir dənə də olsun ana yoxdur. Yəni doğulmuş ana yox idi. Koloniyanı yumurtaların ümidinə buraxıb ana getdi beçəyə. Və hal-hazırda təxminən bir həftəyə yaxındır bu arını tutmuşam təzədən. Elə bura nar ağacına qonmuşdu. Bir sürpəli çərçivə verdim. Qalanında xam pətək verdim ki, qabaşsınlar. Və həmin verdim sürpəli çərçivədir. Artıq ana arının ölçüsünə baxanda o mənim əslində təcrübəsizliyimdən irəli gəldi. Mən düşündüm ki, anaları ölçülərini böyüdəcək. Yəni koloniyanın yarısını götürdüm yumurtalarını. Cəmi 2 çərçivə yumurtalı çərçivə buraxmışdım. Düşündüm ki, anaları artıq ölçüləri böyüyəcək, hər şey yoluna girəcək, qaydasında olacaq. Yanılmışam. Anarı burada. Anarı buradadır. Baklas da bu da. Anarı ölçülərini kiçiltdi təzədən. Boşluq qalır, boşluğa dalaq qoyurlar. Arı getdi beçiyə. Koloniyadan, çıxdığı koloniyada hələ də anarı yoxdur. Yəni yumurtaları var, amma anarı yoxdur. Həmin koloniya ikinci dəfə beçə verməsin deyə, yəni biraz gücü var. Həmin koloniyanı da bir qədər böldüm. Yeni bir koloniya yaratdım. Anarı burada yumurtaları döşüyüb. Şimdi mənim edəcəyim nədir? Əslində etmək istədiyim şey odur ki, bu arının hal-hazırda çiçək tozu ehtiyatı çox azdır. Arı 1, 2, 3, 4, 5 çərçivədə oturub. Yəni bu çərçivədə demək olar ki, yoxdur. Amma genişləyəcək müddətcə. Bu çiçək tozu olan digər koloniyadan götürdüyüm çərçivəni verəcəm bu arıya. Bu arıya ehtiyacdır. Hamısını xam pətək vermişəm. Yəni bu arı üçün güzel bir şeydir. Neyse, bu arını da bu şəkildə qoyacaq, öz yola devam edəsin. İnşallah normal bal gətirə bilər.